Platinum Wasser su filtrinin qutusuna nələr daxildir? Gəlin birlikdə baxaq. Orijinal membran, 2 çıxışlı kran, qoşulma şlankları, qutuya 3 ədəd kolba daxildir. Bu kolbaların içində kartrijlər olur və qeyd edeyim ki, bu kolbaların materialı və Platinum Wasser su filtrinin özünün korpusu BPA-3-dir. Tərkibində bisfenol A yoxdur. Və bu da o deməkdir ki, bunların içində nə qədər su qalsa, heç bir kimyəvi qarışıq olmayacaq və dad dəyişməyəcək heç bir zaman. Bu isə Platinum Wasser su filtrinin özüdür. Üzərində gördüyünüz kartrijlərdir və burada karbon, minerallaşdırıcı və biokeramika kartrijlər yanılır. Ümumi 7 ədəd kartrijdir. Və sonda 12 litrlik su çəni. Əgər siz də evinizə yüksək keyfiyyətli Alman istehsalı Platinum Wasser su filtrini quraşdırmaq istəyirsinizsə, o zaman Ecofilter şirkəti ilə əlaqə saxlayın. Çatdırılma və quraşdırılma pulsuzdur.